Umudov Məhəmməd Eldaroğlu. Bu qəhrəmanın bugün doğum günüdür. Əzizləri onun doğum gününü hər il toplaşaraq bərabər qeyd edirlər. 1974-cü ildə anadan olmuş Məhəmməd yaşasaydı bugün 52 yaşını qeyd edəcəkdi. O İqtisad Universitetinin 1-ci kurs tələbəsi olsa da təhsilini yarımçıq qoyub vətənin keşiyində durmağa gedir. Heç hələ hərbi xidmətə çağırılmayan Məhəmməd ordu sıralarına qatılır. Məhəmmədə ən çox sarsıdan Xocalı hadisəsi olur. O döyüşlərdə şəhidlik zirvəsinə ucalır. İllərdir ağlamaqdan yaşlı ananın gözləri tutulur. Yaşlı atı Eldar baba şəhidlər xiyabanından nə qədər özünü dik tutmağa çalışsa da gözündən axan yaşlar gözümüzdən qaçmadı. Göz yaşlarını gizlətməyə çalışıb məzar başından uzaqlaşdı. Anası, qardaşları, atası Məhəmmədi bugün məzarının önündə yad etdilər. Ana çox qürurlu şəkildə mikrofonumuza danışdı. Mən istərdim ki, bütün Azərbaycan xalqı, bütün dünyada olan Azərbaycan insanları, xalqları Məhəmməd kimi qeyrətli olsun. Torpağın bir damlası da qalmasın o murdarların qabağında. Tapdağı altında qalmasın. Məhəmməd çox qeyrətli idi. Tövsiyə eləyərdim ki, analar, başınızı dik tutun. Başınızı dik tutun. Torpağı balalarımız aldı. İndi də qoruyurlar. O murdar çirkin əməllərindən geri çəkilirlər. Qəlbində böyük vətən sevgisi olan Məhəmməd Eldaroğlu Umudov daim qəhrəman igid kimi anılacaq. Çünki o hamımızın fəxridir. 18 yaşında şəhid olan Məhəmməd yaşlı ata ananın həm fəxri olduğu, həm də dərdi. Eldar baba və yaşlı anamız bu vətən sevgisini Məhəmməddə yaradan siz olmusunuz. Çünki vətəni sevmək, vətəninə bağlı olmaq ailədən gəlir. Qəhrəman şəhidim ruhun şad olsun. Mövludun mübarək. Cəmilə Nəsir qızı Kamil Quliyev, Rəvan Məmmədli bugün informasiya proqramı üçün.